görüntülər Qazaxıstanın Almatı şəhərinə gedən yolda qeydə alınır. Kadrlarda hərəkətdə olan avtomobil canlını vurur. Qəzadan sonra məxluqun 2 metr uzunluğunda canavar olduğu üzə çıxır. Bəs görəsən, bu görüntülərdə bizə təqdim olunanlar həqiqətdir yoxsa tarixi mif? Birazdan inanılmaz faktlarda. İnsanın heyvan, xüsusən canavar şəklini alması barədə o qədər də tutarlı sübut və izah yoxdur. Buradadan ümumiyyətlə canavar tərəfindən dişlənmə halları zamanı meydana çıxan varlıq kimi tanınır. Qədim dövrlərdən bəri müxtəlif mənbə və cəmiyyətlərdə canavar əhvalatlarına rast gəlinir. Müxtəlif coğrafiyalarda yaşayan insan toplumlarında təkcə canavarların deyil, müxtəlif insan-heyvan hibridli varlıqların da adı çəkilir. Eramızdan əvvəl 5-ci əsrdə yaşamış qədim Yunan tarixçisi Herodot, Qaradəniz sahillərində yaşayan bəzi ecmaların səhərbazlarının ilin müxtəlif günlərində canavara çevrildiyini qeyd edir. Yunan mifologiyasında canavara çevrilmək haqqında inanc belə var. 15-16-cı əsrlərdə canavar olmaq inancı bütün Avropada sehrbazlıqla eyniləşdirilirdi. Xüsusən də Fransa və Almaniyada canavar olmaqda şübhəli bilinən hər kəs amansızcasına yandırılır və ya asılırdı. Əslində canavar ovu dini rituallar adı altında aparılırdı. Sehrbaz və qurd canavar sınaqları bugün də təsvir olunur. Məsələn, məlumdur ki, 100 ildən artıq bir müddətdə 1520-1630-cu illərdə Fransa 30 minə yaxın canavar hadisəsi ilə sarsılıb. Orta Asiyada ilk dəfə 1170-ci ildə doğru olduğu sübut edilib. Bir məktubda canavar lənətindən bəhs edilir. Doğulan qurd adamın dəyişməsinin mart ayında baş verdiyi deyilir. Üstəlik mart ayında 2 dəfə dolunay hadisəsi təkrarlanır. Bir əməkdəri adamı var yanında. Digər içəridədir, böyük gözlərlə bizə baxır və artıq bitdi. Yaxşı, bu sizin ərazinizdə hardadır? Orada, Allaha and olsun, uzaqda deyil, həqiqətdir. İkisi də var, deməli sizin arxa həyətinizdə 2 nəfər, yaxud 2 fərqli varlıq mövcuddur. Düzdür və böyük ağzı var. Çin gözləri var da. Onlar insan deyil, 100% insan deyil. Və bütün bu inanılmaz faktlar bizə sirr olaraq qalır.